Şərtdə deyilir ki, şəkildəki kimi 4 newtonluq qüvvənin təsiri ilə hərəkət edən 2 kiloqram kütləli cismin koordinatının zamanla asılı qrafiki verilmişdir. Buna əsasən cismlə səth arasındakı sürtünmə misalını təyin edin. Biz birinci baxırıq bizə verilən qrafikə. Biz qrafikdən görürük ki, cisim düz xətli bərabər sürətlə hərəkət edir. Nəyə görə? Çünki koordinat zaman qrafiki düz xətdir. Və biz bilirik ki, həmçinin də düz xətli bərabər sürətli hərəkətdə cismə təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabərdir. Yəni, yazaq, F əvəzləyici bərabər olur sıfıra. Deməli, əgər əvəzləyici qüvvə sıfıra bərabərsə, onda bu 2 kiloqram kütləli cismə təsir edən sürtünmə və dartı qüvvələri bir-birinə bərabərdir. Yazaq, F dartı bərabərdir F sürtünmə. Bizə də veriblər dartı qüvvəsinin qiyməti 4 newton. Deməli, F sürtünmə bərabərdir 4 newtona həmçində. Həm də biz bilirik ki, F sürtünmə qüvvəsi μ-ə bərabərdir. μ-n. N də bu aşağı doğru 20 newton. Dayağın reaksiyası qüvvəsi də olacaq 20 newton. Deməli, μ vurulsun 20 bərabərdir 4-ə. Buradan biz μ-ni tapsaq, μ bərabər 4 bölsün 20. O da eləyəcək 5-də 1. Yəni